Ümumiyyətlə, marketinq özü eralardan və mərhələlərdən ibarətdir. Bunu kobud formada 5 mərhələyə bölmüşük. Mərhələnin birincisi istehsaldır. Və bu marketinqin ilk erasıdır. Məhsul yönümlü marketinq idi burada. 20-ci əsrin əvvəllərində Ford markası istehsalda dominə edən bir marka idi. Henry Fordun gözəl bir sözü var, hamınız eşitmişsiniz böyük ehtimal. Adam deyir ki, istənilən rəng maşını sifariş edə bilərsiniz, rəngi qara olma şərti ilə. Çünki qaradan başqa maşın yox idi. Və hər kəs onu almağa məcbur idi. 30-cu illərdən sonra 70-ə qədərki dönəm isə artıq rəqabətin gücləndiyi, yeni markaların, yeni məhsulların istehsal dönəmidir ki, bu artıq marketinqin ikinci erasıdır. İlkin marketinq taktikaları, reklamlar və s. yaranmağa başlayır, radioda və s. ənənəvi marketinq alətləridir. Üçüncü eramız isə 2000-ci ilin əvvəlləridir, artıq daha rəngli kontentlər, daha emosiyalara təsir edən, duyğulara toxunan perioddur. Dördüncü isə hal-hazırda yaşadığımızdır. Sənayinin marketinqləşməsi və buradakı yanaşma isə artıq satış üzərinə yenidən satışdır. Loyallıq yaratmaq, abunəliklər yaratmaq, zəncirvari şəkildə satışların artırılmasıdır.